Əminəm ki, siz də bu filmi görən kimi izləmək üçün səbirsizlənəcəksiniz. Çünki bu filmin konsepti çox maraqlıdır. Deməli, mələklərin də insanlar arasında yaşayışını gördüyümüz bu filmdə inkişafdan qalmış, qanadları tam yetişməmiş və biraz da bacarıqsız olan bir mələk var. Nəysə, bir gün bu mələk bacarıqsız olmadığını göstərmək üçün kasıblığından dolayı həyatdan zövq almayan, başı bütün gün problemlərdə olan bir oğlana dərs verərək bir yaxşılıq eləmək istəyir. Planı bu kasıbın həyatını varlı biri ilə dəyişib, əslində pulun bütün problemləri həll etmədiyini göstərməkdir. Amma işlər planlandığı kimi getmir. Çünki kasıbın əlinə pul keçəndən sonra problemlərin hamısı həll olur. Bütün gün yeyib içib, gəzib, tozub həyatın nəyi var zövq alır. Kasıb həyata düşmüş varlı da mələkdən yapışır ki, həyatını geri qaytarsın. Amma bir problem var. Çünki kasıb öz həyatına qayıtmaq istəmir və buna razı olmur. Bacarıqsız mələyimiz yenə aləmi vurur bir-birinə. Bu arada mən özüm də filmi izləməmişəm. Dediklərim də spoiler deyil, treylerdə olan şeylərdir. Sadəcə treyleri gördüm və film çox marağımı çəkdi. Və əminəm ki, sizin də çox marağınızı çəkdi. Elə buna görə də filmi sizinlə bölüşmək istədim.